Günel İbrahim'i dəvət etsək tam da tamamlamış olacağıq. Çünki hər zaman o qədər vacib, önəmli mesajları ötürür ki bizə. Hər zaman o qədər lazım olan mesajları ötürür ki, düşünürəm ki, bugün də o bizə həm təşəkkürlə bağlı, həm də ki, öz işi ilə bağlı yetərincə məlumatları ötürəcək. Buyurun, gəlin, xoş gəlmişsiniz. Sizi görməyimə çox-çox şadam. Bilirsiniz sizə olan hörmətimi, sevgimi və təşəkkür edirəm sizə varlığınız üçün. Bax, bu qədər insanları maarifləndirirsiniz. Sizin sayənizdə nə qədər biz etik boşluqlar varsa, onu öyrənmiş oluruq. Elə içimdən daxil. Təşəkkür edirəm. Hər zaman etikaya, mədəniyyətə, dəyərlərin bir daha yadımıza salmağımıza çox böyük rolunuz olub. Bizim də etika mərkəzimizin böyük fəxrisiniz. Çox sağ olun. Bugünkü mövzu təşəkkür günüdür. Mən çox istəyərəm ki, təşəkkürün vacibliyi haqda biraz daha elmi yaxınlaşım. Əlbəttə, buyurun. Biz çox savadlı bir xalqımız mütləq şəkildə elmi izahını da dinləmək istəyər. Dəyərlərə sadiqik. Bizə həmişə uşaqlıqdan təşəkkür etməyi öyrədiblər. Amma müasir gəncliyimiz bəlkə deyir ki, bunu etməsəm də olar, biraz anlayar ki, yaxşılıq elib. Yaxşılığın qiymətləndirmək düz deyil. Bəzən belə fikirlərlə də biz qarşılaşırıq. Lakin beyin alimləri isbat ediblər ki, hər gün təşəkkür edən insan çox güclü, stresə davamlılığa sahib olur. Birincisi, aid olma hissi formalaşır. Bir insan kiməsə təşəkkür edirsə, demək tək deyil. Və aid olma hissi bu gənclərimizdə çox güvən, ayaqda durmaq, stresə davamlılığı artıracaqdır. Uşaqlıqdan təşəkkür etməyi öyrətməliyik övladlarımıza. Bizim beynimizin ön hissəsi elmi dildə prefrontal korteks deyirlər. Belə deyim, ağlımızın CEO-sudur. Qərar verir, empatiya hissi qurur. Hər dəfə təşəkkür etdikcə alimlər isbat ediblər ki, o qədər bərkir, o qədər dayanıqlı və doğru qərar vermə, ağıl gözəlliyi deyirik, formalaşır ki, ən stresli anınızda, həyatın çətin anınızda ağlınıza gələn fikirlər pozitiv, qurucu və çıxış yoludur. Çox doğrudur. Çünki bu təşəkkür edərkən istər-istəməz qarşı tərəfdəki o təbəssümü görəndə içimizdəki o emosional duyğunu oyatmış oluruq və o anda bir-birimizə gözəl enerji ötürmüş oluruq. Doğrudur. Təşəkkürün də yəqin ki, bir qaydası var. Bəli, təşəkkür etməyin 3 növü var. Çox sağ ol deyirik, təşəkkür edirəm deyirik, bir də minnətdaram var. Gəlin, ilk öncə bunların kiçik, amma çox önəmli fərqləri var. Çox sağ ol bizim gündəlik, hər gün istifadə etdiyimiz və sağ qal, çox uzun ömür yaşa duamızdır. Bunu nə qədər tez-tez desək, bu o qədər gözəl görsənir. Təşəkkür edirəm, şükrə aiddir biraz. Nə yaxşı ki, şükür ki, sən qarşılaşdın və nə yaxşı ki, gözəl rolunu, yəni işini mükəmməl şəkildə göstərdin. Məsələn, biz əlaçı, çox gözəl uşağa təşəkkür edirik. Afərin sənə, 5 aldın. 3-4 almaq onun vəzifəsidir. Amma 5-ə üçün təşəkkür edərlər. Minnətdarlıq hissi, minnətdaram çox nadir deyilər. Doğrudan da minnət hissinin ortasında, yəni mən sənə borçluyam. Borcum var sizə deməkdir. Ona görə onun mütləq şəkildə də geri qaytarmalı o borcumuzu vaxt gələcək və mütləq şəkildə onu biz geri qaytarmalıyıq. O vəziyyətdən asılı olaraq hər kəsə minnətdaram demərik. Artıq mən minnətçi kimi qalıram, elə mi? Bəli, minnətdaram sizə borcum var deməkdir. Aha, mən bu sözü çox sağ olun. Günel xanım, madam ki, bugün təşəkkür gününü qeyd edirik. Ümumiyyətlə, təşəkkür etməyin də bir qaydası var. Bəli, təşəkkür etmək bir sözdür. Sözə güc qatan həmişə görüntü və sizin səsinizin tonudur. Sadəcə təşəkkür edirəm demək sizə o sözün hökmünü azaldır. Təşəkkürə mütləq şəkildə görüntünüzü, yəni təşəkkür hissinizi, baxışınızı və səsinizin tonunu əlavə eləməlisiniz. Bu 90% inanılmaz dərəcədə sözə güc qatır. Yəni, təşəkkür edərkən insanın gözünə baxın. Təşəkkür edərkən özünüzün onu şükür arzulayırsınız. O simanızla, səsinizin ən məlahətli hissəsinə salaraq o təşəkkürün gücünü, enerjisini, tezliyini daha da yüksəldib o insanı çox yüksək dərəcəyə çatdırırsınız. Bir də
də mən tövsiyə edirəm nitq mədəniyyətində təşəkkürü öncədən eləsinlər. Məsələn, biz sizlə Ən güclü salamlaşdıq. təsiri hansıdır? Başda olanda. Məsələn, salam, təşəkkür edirəm Xədicə xanım məni dəvət etdiyinizə görə. İlk başda nitqdə təşəkkürlə başlayan mühit inanılmaz dərəcədə gözəl yürüyür. Təşəkkürü sona saxlayanda avtomatik hal alır. Təşəkkür edirəm, sağ olun, getdik. Mən hər zaman görüşlərdə, salamlaşmada, ilk təəssüratın doğru yaradılmasında, nitqdə, hətta kim önündə çıxışda, tribun önündə çıxışda nitqinizi təşəkkürlə başlamanızı tövsiyə edirəm. Yazıçılar bunu tutublar əslində. Ön söz, bir kitab yazarı ilk başda təşəkkür edir. Bu kitabı ərsəyə gəlməsindən ötürü kimə minnətdardır və təşəkkür edir. Bu çox qəribə bir enerjidir və qəribə hissdir. İlk başda müsbət enerjini formalaşdırır. Məsələn, Təmila xanımın səhifəsini izləyərkən orada bir təşəkkürlə bağlı şeiri səsləndirdiniz. O qədər gözəl sözlər var idi ki, təşəkkür edirəm günü başladım deyə, təşəkkür edirəm həyatımda olan insanlara görə, baş verən hadisələrə görə. Nə qədər gözəl. Əslində bir sözdür, amma nə qədər mahiyyətli və güclü. Bizim dinimizdə şükrə aid xüsusi hissə var. Bilirsiniz ki, bərəkətin adıdır. Və təşəkkür bizim bərəkətimizi artırır, qəlbimizdə də hüzuru artırır. Bayaq dediyim kimi, aid olmaq bizə hüzur verir. Təşəkkür, şükür sözündən götürüldüyünə görə də özümüzə bərəkət qatır. Ona görə ilk başda vərdiş halına gətirərək bir çox həyat tezliyimizi, indi çox dəbdədir bu frekans sözü, tezlik, enerji sözünü, onu müasir dildə danışmağa çalışıram. Uşaqlıqdan təşəkkür hissi, uşaqda özgüvənli, aid olma, bərəkəti və hüzuru formalaşdıracaqdır. Onu da qədərində və yerində demək lazımdır da, düzdür, onu da bacarmaq lazımdır. Doğrudur. Ümumiyyətlə, təşəkkür olmayan mühit mən görmürəm. Hətta marketə daxil oluruq. Məsələn, qəssaba yaxınlaşacam, nəsə bir ət alacam. Sadəcə qəssab baxdığına və diqqəti yönətdiyinə görə buyurun, nə lazımdır, təşəkkür edirəm. Mənə 2 kilo, məsələn, bu məsələ verin. Mən adətən həmişə işimi bitirəndən sonra təşəkkür edirəm. O da doğrudur. Amma bugün düzəliş eləyəcəm. Başda olanda görəcəksiniz ki, həmin o satıcı bugündən etibarən mən onu test edəcəm davranır söhbətimizə. Bizdə etika və intellektual çox, Təmila xanım çox dərin və fəlsəfi fikirdən gəldi. Doğrudan da bunun üçün böyük zamandır. O 20 dəqiqə, 20 saata da bizi bunu başa sala bilməyəcək. Ona görə canlı yayınlar açırdı. Lakin doğrudur, çox dərin mövzuya toxunub. Bizim etiket kitablarında intelligensiyanı, aristokratiyanı formalaşdıran bir mühitdə bir qızıl qanun var. Alicənablılar həmişə zəkaları ilə fərqlənir, bir də mədəniyyətləri ilə. Zəka və mədəniyyət birlikdə olanda bu mədəni insanı formalaşdırır. Və zəkalı və mədəniyyətli insan elə duruma düşməməyə çalışır. Düşdüsə də tezliklə oranı tərk eləməyə çalışır. Yəni tərk eləmək lazımdır. Baxın. Və əgər düşdüyüm mühit, getdiyim mühitdə mənə qarşı mədəni davranış yoxdursa, qəzəb, agresiya vardırsa, heç kəsi dəyişə bilmərik. Amma oranı tərk edə bilirik. İndi bir məsələyə toxunacağım. Baxın, ailələr övladlarını tanış edir ki, ailə həyatı qursun. Hər kəs əlbəttə ki, övladının yaxşı və pis tərəflərini bilir. Elçiliyə gedərkən xanımlar, kim ilk dəfə deyər ki, mənim oğlumun və yaxud da ki, qızımın belə-belə pis cəhətləri var. İndi siz xaricsiz də, misal üçün. Mənə aparın, mən hesab edəcəm. İnsan evlənir və başa düşür ki, o gözəl, o rənglərdən heç bir əsər əlamət yoxdur və insan kabusa düşür və bu bir ömür həyatını sürəcək bu insan. Ona görə tezləşdirmək lazımdır. Onlar övladları dünyaya gətirəcək. Nəticədə nə olur? Onlar ayrılırlar, çox təəssüf. Doğrudur, çünki dövlət sivil dövlət olanda... O xanımın və yaxud da ki, o bəyin günahı nədir ki? Heç kəs günahlandırmaq, ümumiyyətlə sözü sizi günahlandıran hər bir mühitdən çıxmalısınız. Demək ki, burada da münasibət fərd olmalı. Sivil cəmiyyətdə... İnsan özünü dəyişməlidir, başqa yolu yoxdur. Doğrudur, sivil cəmiyyətdə hər zaman çıxış yolu var, ayrılmaq yolu var, qayda qanun var və hər zaman çıxış yolu var. Sadəcə çıxmaq, qaçmaq demək deyil. Çıxmaq dəyişmək deməkdir, çıxmaq qərar vermək deməkdir. Səhv etmək insan halıdır. O bir dərsdir, anladıq ki, hər sözə inanmazlar. Böyüklər də səhv edə bilir. Aldanıla bilirik. Onun aldanıldım deyə günah məndə deyil, aldatanın üzərindədir, yalan danışanın üzərindədir. İndi bax bu vəziyyətdə ya xanım, ya bəy fərq etməz də. Yəni o çıxış yolunu necə tapmalıdır? Uzaqlaşmaqla. Xeyr, heç kəsin. Nəticədə ailə dağılır. Nəticədə ayrılıq. Sadəcə bizdə necə deyirlər? İlk növbədə ailə. İlk növbədə
İnsan özü, Mənəm. o da biraz İnsan fərqli. özü. Bilirsiniz, çox ehtiyatla yanaşmalıyıq. Son dönəmlər o qədər deyirlər ki, özünü sev, özünə dəyər ver, özgüvənini artır, öz gücünü artır. Bəzən insanlar qorxuram və bilirsiniz, o qədər çox yayılır ki bu fikirlər. Yəni narsisə dönməsinlər sonradan. Məcburla yaşamaq Hər şeydə yaxşıdır. mən. O qədər eqolu. İndi uşaqlara baxıram, yeni tələbələrə. Gözəl bir alim var. Tələbələr belə o qədər eqoludular Gözəl bir ki. alimimiz var, adını deməyəcəm indi. Deyir ki, mən özümü çox ağıllı və mən eqom yüksələn kimi gedirəm qab yumağa. Yəni çox gözəl praktikadır. Doğrudan da egoizmi yüksəltməyən, amma kimliyimizi qoruyub saxlaya bilən, şəxsiyyəti dağılmış insandan qorxulu heç nə yoxdur. Qurbandan qorxulu heç nə yoxdur. Özünə qəsd etməkdə, ətrafa qəsd etməkdə. Ona görə qurban o qədər də aciz bir durum deyil. Qurban aqressor qədər də qorxulu bir durumdur. Buna görə də hər iki hala düşməməkdən ötürü əvvəldən hər bir ailəyə çıxış yollarını da göstərmək lazımdır. Səadət yolunu da göstərmək lazımdır. Dözümlülük dərəcəsini də göstərmək lazımdır. Dözümlülüyün dərəcəsi var. Güzəştin dərəcəsi var. Necə ki, şükür gərəksiz ola bilər. Bəzən insanlar şükrü, təşəkkürü hər dəqiqə, hər saniyələyəndə deyirsiniz ki, nitqi söyləmək olmur. Və yaxud da insanı tərifləyəndə hər dəqiqə xoş söz demək istəyirsiniz, amma tərif bitmirsə bu yaltaqlığa keçir. Səmimiyyət və yerlilik, gərəklilik. Buna görə də biz tərbiyədə özünü seçərkən adaptasiyanı seçməliyik, cəmiyyətin içində yaşayırıq. Başqasına dəyər verərək, özümüzə dəyər verməyi öyrənərək, çox gözəl söz dedi ki, başqasında özümüzü görərək münasibət qurmağa başlasaq, bir çox məsələlər həll olunacaq. Amma bu həyatda pis olmalıdır. Pis olmalıdır ki, sizin qədriniz bilinsin. Tamila xanımın qədri bilinsin. Məryəm xanımın səsi görsənsin. Pis oxuyanlar, səsi olmayanlar olmalıdır ki, Məryəm xanımın səsi gözəldir deyənlər olsun. Ona görə pis də bizi əks elətdirir. Bəlkə o mənada Tamila xanım deyir ki, həyat mənə onu öyrətdi ki, öz adıma yenə də söyləyəcəm. Yəni, hər bir pis vəziyyətdən belə yaxşını görməyə çalışıram. Şükür olsun buna da. Çünki hər bir çıxılmaz vəziyyətdən də Tanrı bizə sanki elə bir şanslar yaradır ki, hər halda mənim üçün çox yaradıb. Çox hamıya yaradır. Düşünürəm ki, pis insan da yoxdur yer üzündə. Sadəcə olaraq bəlkə də özlərini kərardan görürlər, bəlkə fərqində varmırlar. Bilmirəm, onu deyə bilmərəm. Yəni, yaxşını da, pisini də sevmək. Hər bir vəziyyətdən şükürlü olaraq çıxmaq, bu sağlam çıxmaq deməkdir. Siz bəlkə özünüzü yaralı hesab edə bilərsiniz tam bir vəziyyətdən çıxanda. Amma əksinə, əgər siz özünüzə sadiq qalaraq çıxmısınızsa, şükrünüzlə, mədəniyyətinizlə, siz sağ çıxmısınız. Kimsə əksinə, insanlara zərər verməklə çıxıbsa, o sağ çıxmayıb. O çox yaralı çıxıb bu mühitdən və ona görə ətrafa zərər verməyə çalışır. Bu nöqteyi nəzərdən şükür etmək, təşəkkür etmək, vərdiş, güclü psixoloji məşq, ciddi tərbiyə, sizin kimyəvi strukturunuzu dəyişdirə biləcək dərəcədə bir haldır. Övladlarımızdan əlavə özünüz hər yeməkdə, hər səhər, hər balaca 5 yaşında uşağa mən ananın təşəkkür etdiyini az görmüşəm. Salamlaşan az görmüşəm. Ailədə səhər uşaq uyanır, uşaqla salamladım, gün xoş keçsin, arzusu verilmir. Deyirik, uşaqdır, özümüzə, bir-birimizə böyüklər arzulayırıq. Amma övladla da doğru davranaraq bir çox gözəl, bizi güclü edən vərdişləri aşılamaq lazımdır. Sizin kimi verilişlər nə gözəl ki, ailələrə çox rahatlıqla çatır və mən televiziyanın gücünü nə olur olsun, nə qədər çox olsa bir o qədər dəstəkləyirəm, bəyənirəm. Başqa cür pulsuz, ödənişsiz təlimlərin, ustadların, bəlkə onların gəlmə imkanı yoxdur. Sizin kimi verilişlər bizi o qapılara, bizim bəlkə də müəyyən bir qiymətə, müəyyən bir ödənişə dediyimiz sözləri siz buradan efirə, o qapılara onu ödənişsiz olaraq çatdırırsınız. Müəyyən dəyərləri saxlayırsınız. Gördüyünüz iş inanılmaz dərəcədə güclüdür və əslində çox böyük bir məktəbsiz bu proqramlar. Akademiyanın bir simasısın.
ödənişsiz və çox tövfəli bir hissəsiniz. Bir daha təşəkkür Günel xanım, edirəm. mən sizə təşəkkür edirəm. Bir daha Necə təşəkkür gözəl edirəm. sözlər dediniz. Doğrudur və bu işdə də hər zaman sizin xüsusi rolunuz olub. Azərbaycan televiziyasının xüsusi rolu olub. Mən öz Azərbaycan dilimi başqa dillərdə təhsil aldığıma görə məhz bu kanala baxaraq dilimi öyrənmişəm. Bugün bizə natiqliyə gələn tələbələrimizə mütləq şəkildə Azərbaycan televiziyasına baxmağı tövsiyə edirik ki, Azərbaycan dilimizin nitqini, gözəlliyini, ahəngliyini, təşəkkür edirəm və minnətdaram arasındakı fərqini, hamısını doğru danışan bir kanaldan görsünlər. Minnətdaram sizə bu arada, çünki həqiqətən də bu çox